Çətinliklərin ömrünün qısa olduğunu bilin. Daimi deyil. Bu birinci məsələ. İkinci məsələ, onu bilin ki, çətinlikdən üzvü ağ çıxsınız, Allah sizin üçün bir mükafat ayırıb. Onun sizə lütf eləyəcək. O nədir, bilmirəm. Quranda bir ayə var. Deyir, Allah ruzi verər, lütf edər, bir qeyri hesab. Bir qeyri hesab nə deməkdir? Hesabsız. Nə mənada, nə anlamda? Məsələn, bir təfsirə çıxdıq amma mövzuya uyğun cavab verəm. Deyir ki, Allah sən nə söyləyirsən, bir xüsusi düsturu yoxdur ki, bunu verəcəm. Kəmiyyəti ilə keyfiyyəti bəlli deyil. Bəzi vaxtlar yaxşı dost verir. Bəzi vaxtlar bir bəla var, onu sovuşdurur. Bəzi vaxtlar zehin açıqlığı verir. Bəzi vaxtlar ibadətə eşq verir. Bəzi vaxtlar əhl-i ünsiyyəti bərpa eləyir. Bir qeyri hesabdır. Onlar ki, bəla ilə üzləşiblər, çətinlik ilə üzləşiblər. Allah Teala Quranda buyurur, "Ellezina iza asabatuhum musibə qalu inna lillahi və inna ileyhi raciun ulaika aleyhim salavatun min rabbihim və rahmə və ulaika humul muhtadun." Elə ki, çətinliklərlə üzləşdilər, müsibətlərlə üzləşdilər, dözdülər, möhkəm dayandılar, Allahdanıq, Allaha qayıdırıq dedilər, yəni xəttdən çıxmadılar. Ulaika aleyhim salavatım da sizin üzərinizə, rəhmətim də sizin üzərinizə, ulaika humul muhtadun. Sizə xüsusi bir hidayət nəsib edəcəm. O rəhmət nədir? Bir qeyri hesabdır, bilmirik nədir. Nə verəcək? Nə bilim, nə verəcək. Amma onu bilirəm ki, yaxşı bir şey verəcək. Onu bilirəm ki, bizə nə lazımdır, onu verəcək. Yəni, bir mükafat sizi gözləyir. Özü bir qeyri hesabdır. Buraxın Allahın öhdəsinə, Allah bilir nə vermək lazımdır. Hərdən olur, evdə məsələn, deyirsən, yemək, qonaqlar gələcək, yeməyi pişir, gözən kişi gəlir, hey müdaxilə, axırda xanım deyir, sən nə istsən? Qonaqların razı geçsin, xahiş edən 5 dəqiqə kənarda otur. Mən bilirəm nə hazırlayacam, nə inəyəcəm, sən də razı qalacaqsan. Doğrudan da axırda razı, nə yaxşı bu cür nə hazırladın, bu süfrəni açdın. Biz hərdən buraxaq Allahın öhdəsinə. Biz özümüz bəzi təyin edirik. Bunu ver, bunu ver, bunu ver, bunu ver. Bəlkə də o təyin etdiyimiz o nə verəcəkdi, onu qoysalar bunun yanında ürəyimiz narahat olar ki, ilahi, biz niyə bu istədik ondan məhrum olduq? Ona görə buraxın Allahın öhdəsinə, biraz səbirli olsunuz, o çətinliklərdə mükafatınız da var. Bir, çətinliyin ömrü qısadır, 2, böyük mükafatınız var.